şəhidlərimizi bir dəqiqəlik sükutla yad edirik. Allah rəhmət eylesin. Hər birinizi salamlayıram. Çox təşəkkür edirəm ki, dəvətimizi qəbul edib gəlmişsiniz. Biz bu Əskərimə Heykəl Qoyun kitabımızı artıq bəlkə də bir ildən çoxdur çıxartmışıq. Sadəcə təqdimat eləyə bilmirdik. Buna görə qismət buymuş, buna görə Beynəlxalq Diaspora Cəmiyyətinin sədri Nizam müəllimsi, İsmail müəllim, daha doğrusu üzr istəyirəm. Sizə təşəkkür edirəm İsmail müəllim. Öz doğma ocağınızın qapısını bizə açdığınız üçün qismət buymuş ki, elə biz burada keçirdək bu kitabın təqdimatını. Və Aşıqpər Məclisinin, şairələrinin yazdıqları şeirlər toplanıb kitabda şəhidlərimizə, əskərlərimizə yazılan şeirlərdir. Mən elə bilirəm ki, bu kitabı oxuyan hər kəs həm vətənpərvərlik duyacaq, həm şəhidlərimizi bir daha tanıyacaqlar ki, burada şeirlərdə bəziləri ünvanlı şeirlərdir, şəhidlərimizin adına yazılır, onların qəhrəmanlığı, göstərdikləri fədəkarlıqlardan yazılır. Və biz bunu davamlı eləyəcəyik, hələ qarşıda yenə də belə kitablar çıxartmaq məqsədimiz var. Və istəyirəm elə Südabə xanıma söz verim. Buyur, Südabə xanım sən. Mən də bugün bizim səsimizə səs verib gələnlər, hər birinizi salamlayıram. Hər birinizə özlərin təşəkkürümü bildirirəm. Tərmənə xanımın dediyi kimi, Əskərimə Heykəl Qoyun kitabı bizim qürur yerimizdir. Bu kitabda Aşıqpər Məclisinin yazar xanımlarının şeirləri toplanır. Mən deyərdim ki, burada yazılan şeirlərin misraları yarısı ağlayır, yarısı gülür. Ağlayır ona görə ki, neçə əroğullar itirən ana fəryadı var burada. Qürur duyur ona görə ki, Azərbaycanın bu böyük qüdrətinə sevinməmək mümkün deyil. Bizim bu kitaba ön sözü çox hörmətli müəllim, filolog Nəsib Abid yazır. Yolu uzaq olduğu üçün bugün burada iştirak edə bilmir. Məclisimiz adından Nəsib müəllimə təşəkkürümü bildirirəm. Cabir Novruz yazır ki, vətəni sevmək azdır. Onu qorumaq gərək. Vətənim demək azdır, vətənin olmaq gərək. Amma bildiyiniz kimi vətənin olmağı bacaran bir yox, iki yox, minlərlə oğul oldu. Bunlardan kimisi şəhidlik zirvəsinə ucalan əbədi yaşar. Zamanla qoşa addımlayan qəhrəmanlar, kimlərsə sinəsini bu ilubə üçün yağı gülləsinə sipər eləyib yarımcan olan qazilərimizdir. Bizim milli mənəvi birliyimiz, bizim kimliyimiz 44 günlük vətən müharibəsində özünü çox qabarıq, çox bariz şəkildə göstərə bildi. Vətən oğullarının mərdliyi, cəsarəti, öz elinə obasına sədaqəti hünər meydanında yağını dizə çöktürdü. Döyüş varsa, müharibə varsa ölüm də var. Amma bizdə ölüm olmadı ki, bizdə şəhid oldu, bizdə yaralı oldu. Şəhidlik vətənə məhəbbətin zirvəsidir. Şəhidlik, hünər, mətanət, qeyrət, ləyaqət zirvəsidir. Şəhidlik əbədiyyata qovuşmaqdır. Məhz bu əroğullar bizə yaşatdı böyük qələbəni, böyük zəfəri. Hər bir xalqın ucalığı onun qəhrəman övladıdır. Bizim oğulların da hünəri, bizim alnımızda olan ləkəni sildi. Vətən sevgisinin qüdrəti, böyüklüyü bax budur. Vətən sevgisi olmasaydı bütün bu zəfər, bu qüdrət olmazdı. Vətən sevgisi hər bir insanla qoşa doğulur. Bu sevginin təməlini ana südü qoyur, ata öğüt nəsiyyəti qoyur. Bir də nə yatmısan qoca vulkan səninləyəm. Ayağa dur Azərbaycan səninləyəm. Səndən qeyri biz hər şeyi bölə bildik. Səndən qeyri biz hamımız ölə bildik deyən
Məmməd Araz kimi əbədi yaşar şairlərdir. Misra-misra, söz-söz, vətən məhəbbətini, vətən sevgisini yaddaşlara yazan, tarixin yaddaşına yazan. Mənim dəyərlilərim, hər bir əskərin qürur yeri onun vətəni, onun bayrağı olduğu kimi, hər bir əskər də vətənin qeyrət rəmzidir, hünər rəmzidir. Gəlin, belə qeyrətli oğullar böyüdən atalara, analara alqışlayır. Gəlin, bu əroğulların qüdrəti önündə baş əyməklə birgə onları alqışlayaq. Onların ruhunu sükutla yox, alqışlarla mətanətli rəhbəri olmayan, sərkərdəsi olmayan qoşunbasılar bizim sərkərdəmiz, bizim ali baş komandanımız var olsun, bizim əroğullarımız, qeyrətli övlad böyüdən valideynlərimiz, ata-analarımız var olsun. Siz də çox sağ olun ki, bugün bizlə birlikdəsiz. Sözü Beynəlxalq Diaspora Cəmiyyətinin sədri İsmail müəllimə verdim. İsmail müəllim. Çox dəyərli xanımlar, çox əziz ana, bacılar, çox hörmətli bizim şəhid anaları, çox dəyərli bizim ziyalılarımız. Demək olar ki, biz illərimizi bu tədbirlərlə başlayırıq, tədbirlərlə bağlayırıq. Mən qısa bir arayış verim ki, 1966-cı ildə Qərb Azərbaycanın Dərərəz mahalında dünyaya göz açmışam. Bütün şərəfli ömrümü Azərbaycanın birliyi, bütövlüyü uğrunda mübarizə əsir eləmişəm hələ. 1990-cı illərdən sonra erməni daşnaqlarının torpaqlarımıza işğalda başlayanda biz Goranboyda ilk dəfə didərginlər batalyonu yaratmış və Goranboyun və ümumiyyətlə Gəncə Basar zonasının azadlığı uğrundakı döyüşlərə qoşulmuşuq. Ondan sonraki fəaliyyətim mən hüquq-mühafizə orqanlarında olubdur. Hal-hazırda da mən Beynəlxalq Diaspora Mərkəzinin sədriyəm. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında aparılan böyük işlərin müəlliflərindən də biriyəm. Çanaqqalada şəhid olmuş Azərbaycanlara abidə qoymuşuq. Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanla dəfələrlə görüşümüz olubdur. Bizim İrəvan xanlığının bayrağını İğdırda, Ağrı dağında, Van'da, Karsda haray çəkərək biz Turanın qurulması, gələcəkdə 50 milyon Azərbaycan türklərinin birləşməsi və məhz Qərbi Azərbaycanda o vahid məkanın içərisində daxil olmasının haykırıqlarını dəfələrlə aparmışıq. Bugün həftənin 6-cı günüdür. Bizim gözəl ana-bacılarımız burada əskərimə heykəl qoyun tədbirini keçir. Mən İlk növbədə təşkilatçılara dərin minnətdarlıq hissimi çatdırıram, çox sağ ol deyirəm. Bilirsiniz ki, bu 200 illik tarixdə Azərbaycan türkləri, Azərbaycan xalqı görmədiyi sevinci sonuncu 44 günlük Vətən müharibəsi savaşında görmüşdür. Onun üçün biz şəhidlərimizə borcluyuq, onun üçün biz qazilərimizə borcluyuq. Mənim də yaxınlığımda, mənim də doğmalarımdan həm Xocalıda, həm Qarabağda şəhid olmuşlar olmuş. Mən də zamanında vaxtilə onun üçün oxuyan qardaşım özümlə döyüş aparmışdım. Rəhmətli atam gəlmişdi qardaşımı aparmağa, qardaşım getməmişdi. Onun üçün oxuyurdu. O hatta video görüntülər də var. Maraqlı bir video görüntümüz var. Mənim atamın, qardaşımın Goranboyun Gülüstan kəndində bizim üçümüzün bir söhbətimiz var, Səngərdə. Biz kim bilmirdi tarix necə olacaqdır. Onun üçün də bugünkü gündə mən deyərdim ki, bizim əziz ana-bacılarımız, bizim qardaşlarımızdan, atalarımızdan bəlkə də deyirəm bir pillə daha mətindilər. Nəyə görə ki, övladın anaya bağlılığı, ataya bağlılıqdan daha əzizdir. Bizim analarımız öz övladlarını, bir övladını, iki övladını başını tumarlayaraq bu vətən yolunda şəhid olmağa qurban göndərmişdir. Və heç bir ölkədə, heç bir dünyada belə analar yox, sizin kimi analar. Onun üçün də mən hər birinizin əllərindən öpürəm, hər birinizə çox böyük təşəkkürümü bildirirəm. Mən minnətdaram bizim Aşıq Pəri Məclisinin rəhbərliyinə ki, bu günü yaşadır, bu günü yaradırlar. Bax, bu tabloya baxasınız, görəsiniz. Mən bir zabit kimi, bu tablo dünyada heç bir əskərin tablosu deyil. Bu məhz bizə aiddir. Bu tabloya baxın, əskər döyüşür, yəni döyüşdə olanı mən bir komandir olmuşam. Komandir kimi deyir, döyüşdə olan əskər yaralı şəhid qardaşını çiynində döyüşə aparır. Bizim əskərlərimiz Şuşaya əlləri ilə, dırnaqları ilə qalxaraq şəhidləri qoymadan öz çiynlərində şəhidləri aparmışlar.
Biz həqiqətən qürur duymalıyıq ki, biz belə bir millətin, belə bir xalqın övladlarıyıq. Biz qürur duymalıyıq ki, sizin kimi bizim gözəl göyçək analarımız var, siz bizə tərbiyə vermişsiniz. Biz qürur duymalıyıq ki, bizim hədəfimiz böyük torpağımız olan İrəvana doğrudur. Necə cənab prezidentimiz deyir. Yəni o İrəvana doğru getmək. İrəvan xanlığının bayrağını bugün başımızın üstə asmaq tək bu İrəvanlıların işi deyil. Dünənə qədər Qarabağ neçə ki işğaldaydı. Biz hamımız deyirdik ki, biz Qarabağlıyıq. Biz indi bugün hamımız cənab prezidentin dediyi kimi bir ağızdan deyirik ki, biz hamımız İrəvanlıyıq. Nəyə görə ki, orada çalan çarpaz olmuş, dağılmış el, oba, qəbristanlıqlarımız, böyük torpağımız oradadır. Bütün Turanı və dünyanı birləşdirən torpaqlarımız Qərbi Azərbaycandadır, Zəngəzurdadır. Biz necə ki, cənab prezidentimiz dedi ki, ermənilər istəsə də, istəməsə də biz mütləq o torpaqlara qayıdacaq. Biz o torpaqlara at üstündə, maşınlarla, körpələrimizin əlindən tutaraq qayıdacaq. Tank üstə qayıtmırıq. İstəsələr ancaq elə tank üstündə qayıtmağa da hazırıq. Niyə? Bizim bax bu cürə dəyənəkli şəhidlərimiz var. Eşq olsun bizim şəhidlərimizə, eşq olsun bizim qazilərimizə, eşq olsun bizim ordumuza, Azərbaycanın ali baş komandanına və sizin kimi dəyərli insanlarımıza. Minnətdarım, çox sağ olun. Hər zaman Aşıqpər Məclisinin yanında olan bütün tədbirlərimizdə canla başla iştirak edən bir xanım var. Zəngəzur mahalından da o da Rəhlə Abdullayeva, dəyərli xanım. Bir daha hamınızı xoş gördük. Bu məclisə Pərvanə xanım məni dəvət elədiyiniz üçün təşəkkür edirəm. Pərvanə xanımın birinci kitabı deyil, bir neçənci kitabının da mən iştirak eləmişəm. Doğrudan da kitablar hamısı bir-birindən çox dəyərlidir. Çox dəyərli kitablardır. Çox sağ ol deyirəm Pərvanə xanım sizə. Sonra İsmail müəllimə çox sağ ol deyirəm ki, belə gözəl bir ofisində, yəni bu tədbiri keçirir. Sizə minnətdaram. Çox sağ olun. Şəhid anaları çox sağ olun ki, gəlmisiniz. Yəni əskərimə heykəl qoydum kitaba. Yəni bu sizin balalara həsr olunubdur. Allah şəhidlərə həsr olunubdur. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Doğrudan da bu kitab haqqında, yəni mən kitabı danışmaq lazımdır. Elə kitabın üzünə baxanda bilirsən ki, burada nədən bəhs olunur. Ona görə də Pərvanə xanım belə bir ağır yükü üstünüzə götürüb, belə bir gözəl kitabı çıxartdığınız üçün sizə çox-çox təşəkkür edirəm. Südabə xanıma çox-çox təşəkkür edirəm ki, əziyyət çəkmişsiniz, yəni bu kitabı ərsəyə gətirmişsiniz. Müəlliflərə təşəkkür. Hə, müəlliflərə təşəkkür edirəm, çünki hər biri öz ürəyindən gələn şeiri yazıb. Yəni burada duyduğuma görə düzdür, mən kitaba baxmamışam. Eləsi var şəhidlərin adı ilə yazılıb, elə var ümumi şəhidlər yazılıbdır. Dediyim kimi, sizə də çox-çox təşəkkür edirik ki, yəni belə bir kitabı əliyib ərsəyə gəlməyində, yəni sizin əməyiniz də var. Mən hamınıza təşəkkür edirəm. Sağ olun ki, mənə söz verdiniz. Gözümü qırpmadan döyüşə girdim. Üçrəngli bayraqdan gücalan şəhid. Səni tarix yaşadacaq, ölmədin, müqəddəs zirviyə ucalan şəhid. Hünərini gördük 44 gündə biz, Qarabağ bizimdir hər deyəndə biz, qürurla gəzirik bu vətəndə biz, bayraq tək torpağa sancılan şəhid. Gözümüz dikili qalmışdı yola, deyirdik arzumuz kaş ki Çin ola, qisas qiyamətə qoymadın qala, qarı düşmənindən öcalan şəhid, müqəddəs zirvəyə ucalan şəhid. Mən istəyirəm elə şəhid analarına söz verəm. Burada bizim şəhid analar oturur. Şamil Emre'nin anası, valide ana, hamımızın onlar könüllü getmişdir. Süt kaynatı, avaliklər, özü idmansıydı. Avropa çempionu, dünya birinciliği, 12 qası Qafqazya çempionu. Özü Sabunçu rayonunda Alpalık üzrə idmanda sərviydi, Sabunçu rayon sərviydi. Onun çox gözəl nailiyyətləri var idi. O hamısına, məsələn, gözəl bu nailiyyətlərinə xət qoyub, öz könüllü döyüşə qatıldı. Emrin mənim gözəl tələbələri var idi, çoxlu tələbələri var idi. Snayper gülləsinə Qozamənd rayonunda Snayper gülləsinə düşdəldi. Onun çox gözəl arzuları var idi.
O da 24 yaşında şəhid oldu. O da bütün gənclər kimi, onun da gözəl arzuları var idi. Subay getdi. Allah bütün şəhidlərimizin yerini, məkanını cənnət eləsin. Allah ordumuzu qorusun. Allah devlətimizi qorusun. Qazilərimizə can sağlığı versin. Biz analara da Allah'tan səbr deyirik. Çok sağ olun. Çox sağ olun. O hər birimizin balası, tək sizin yox. Çox sağ olun. Onlar əbədiyyətə qovuşsun. Ölmüşlər. Onlar əzrə. Sizə qaytarmışam. İstədiyinizin yarası Ben sağ olun. Kodiyev Sami'nin anasıyım. 19 yaşında əskər yedik. Çox Komandayım. Bu danışma mən həm qürur duyuram, həm də ki, çox ağırdır mənim üçün. Allah bütün şəhidlərimizin yerlərini cənnət yığınlarınca etsin. Allah qazilərimizə də can sağlığı versin. Çox çətindir danışma. Bir sevimli gülüs oldu. Bir balası şəhid oldu. Bir ananın gözü doldu. Ağlaması tarih yazdı. Sizin balanız tarih yazdı. Tarix yazıcılarımız. Da deyim ki, əzizlərim, bu kitabın maddi cəhəti də var da, bunun hamısı bizim qızların çiynindədir. Ona görə qızlara təşəkkür edirəm. Yəni biz bu kitabı heç bir sponsorsuz öz qızlarımızın hesabına çıxardırıq hər dəfə. Şəmsiyə Mustafayeva ən dəyərlimiz, ən sevimlimiz. Buyurun. Teşekkür ederim. Allah karşısında başarılı. Görüp tanış olmalıyım. Kaygısına kalmadığım bir şehir dostu bir insanın bir hatırı söylenir. Bizim 51 qəhrəman, bir yaralı qızıl əskər. Son dəfə səni andı, dəniz kimi dalğalandı. Dedi, doktor, aman doktor, sağlığıma güman yoxdur. Bilirəm ki, öləcəyəm. Bu son dəfə sözlərimi Vurğunun şeirləri ilə söyləyirəm mən. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən. Demək doğma vətənimsən. Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Deyib bu son sözlərini, yumdu qara gözlər. 1940, Sovet İttifaqı qəhrəmanı Xıdır Mustafayev öz xatirələrində yazır ki, bu şeiri Səməd Vurğun gəlib əskərlər arasında deyəndə, onun bu şeirindən əskərlər qürurlandı və onlar ilham aldılar. Əli yarın düşmən üzərinə getdilər. Yəni bu 44 günlük müharibə hərb tarixində görünməmiş bir müharibə idi. Və bizim əskərlərlə əli yalın getdilər. Bax, bu şeirdən ilhamlandılar. Bizim də borcumuz bu şəhidlərə, bu qazilərə, öz canlarını qurban verən əskərlərimizə ithaf olunur və biz də ürəyimizdən keçənləri yazırıq. Qarabağın yataqlarından inlədi, harayına hay verdilər igidlər. Göz qırpmadan atıldılar döyüşə, şəhid olub, say verdilər igidlər. Doğma diyar bu yanında alqana, oğulların səsi düşdü hər yana. Qələbəni göstərdilər cahana, canlarını pay verdilər igidlər. Bayrağımı Şuşamıza yitirdi, Qarabağın neçə oğul itirdi, 44 günə bu savaşı bitirdi. Elə sevinç, toy verdilər igidlər, canlarını pay verdilər igidlər. Ayağa dur Azərbaycan, bir şairin çağrışından səsinə səs veririk. Ayaqdayıq Məmməd Araz, bu torpağa canım qurban. Bu nərəni hayqırtıdan oyanıqdır qoca qurban. Bir ümidlə gözləyirik, bu dünyaya göz açdığım o diyara gedəcəyik. İndi hamı birləşərək vətən üçün söyləyirik can, tək ünvanımız olacaqdır. Yalnız bütöv Azərbaycan, hər birimizi bütöv Azərbaycan uğrunda mübarizəyə səsləyir və qələbəmizin bu uğurunu səbirsizliklə gözləyirəm. Şəhidlərimizin qarşısında baş əyirəm və onlara canım qurban olsun deyirəm.
şəhidlərimiz haqqında, bu kitabın haqqında, bu şəhid məclisində danışmaq üçün mən elə bilirəm ki, ən çox o müharibədə iştirak edib, o qan qadanı görənlərin hüququ var danışmağa. Bizim burada qazilərimiz oturub, təəssüf ki, adları bilmirəm. Elə bir bənd şeirlə onları təqdim eləyək. Vədi bütöv, sözü qəti, Poladdandır dəyanəti, himində el məhəbbəti, əskərimə heykəl qoyun. Var olun sizləri, bu ilə sözümüzü bilməyə deyim. Sağ olun. Ben eşimin Malik, Davet Qazisi. Çok çok teşekkür ederim bizi davet ediniz bana. Biz de Allah şartlarımıza rahmet etsin. Biz onların davamızı, biz de her dava görüşünde, her bir sözünde biz de özümüzden yol canımızı koyduk. Biz her bizde bir tarih yazdık. Şimdi Allah işlerimizi, biz bundan sonra işlerimizi devam ettiririz. Şimdi vatan yolda işlerimizi devam ettiririz. Sizler de bu teşekkür bizi davet ediniz. Hem şey severiz, hem dünyamızda yazsınlarla. Allah güzel şeyler yetiştirebilirsiniz. Teşekkür ederim. Allah can sağlığı Sağ olun. Buyurun siz. Bir kəlmə sizdir sözünüzü deyin. Allah şəhidlərimizə rəhmət eləsin. Mən də Qarabağ uğrunda gedən döyüşlərdə daxili qoşunlar uğruna hərbiçi kimi xidmət eləmişəm. 3 il yarım Ağdam, Ağdərə bölgəsində xidmət eləmişəm, hərbiçi olmuşum. Allah rəhmət eləsin, biz də şəhid vermişik. Əskərlərim oldu mənim. Çox da danışıram. Biraz şey oldu. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Mən də qoşuram sizin sözünüzə. Allah qalanlara can sağlığı versin. Və bu qədər. Çox sağ olun. Biz də sizə Mən istəyirəm müəlliflərimizə söz verəm. Aşıq Bəli müəlliminin kitabda şeiri gedən müəlliflərə. Bənövşə xanım, buyurun. Allah şəhidlərimizə rəhmət eləsin. Günlərdə görüşək. Mən şəhid anası, Tayyip qızı Hüseynin, Seyid Qurallı, şəhid Seyid Qurallı'nın anası, Tayyip qızı Hüseynin xanımın timsalında bu şeirimi şəhid analarına həsr etmişəm. Şəhid analarım, qəfil durub evdən bayra çıxar, məktub gəlməsə də hey yola baxar. Bir gözəl şəkili bağrına sıxar. Azərbaycanımın gözəl sonası, bizim şəhidlərin mələk anası. Bu yollarda daha onlar görünməz. Vətən mücahidi geriyə dönməz. Onlar bayraqdılar, ucalan yenməz. Həsrəti ömürlük canda yanası, bizim şəhidlərin mələk anası. Tez yatar, yuxuda görə balasın. Boynu oxşaya, ala qadarsın, öpərək sarıya onun yarasın, bir anda hövlənək qalxıb durasın, bizim şəhidlərin mələk anası. Bir əskər görəndə sevinər, gülər, bütün əskərləri balası bilər, gözünün yaşını həmin an silər, deyər pozulmasın əskər sırası, bizim şəhidlərin mələk anası. Torpaq alanların üzü ağ olsun, oğullar düşmənə gərək dağ olsun, oğlum yoxdursa da vətən sağ olsun. Məzarlar önündə məğrur durası, bizim şəhidlərin mələk anası. Təşəkkür ederim. Siz də sağ olun. Şəhid analarının önündə baş əyirik. Və bu müharibədən söhbət gedəndə mən çox kövrəlirəm və kövrə yanlar yaşayıram. Mənim də vaxtilə 91-ci ildən mənim də üzr istəyirəm həyat yoldaşım Ləzimov Bəhram. Müharibənin birinci günündən başlanan gündən 701 nömrəli hərbi hissənin bunlar təşkilatçısı olublar, təşkil ediblər, qurucusu olublar və müharibənin ən ağır acılı həyatını yaşayıblar, çeşmə-çeşli döyüş yolu keçiblər və mən başa düşürəm, bacılarımı başa düşürəm, qurban olurum sizlərə, şəhid anaları. Hər vaxt elə bil ki, vallahi nə deyim, Allaha qurban olum. Mən də gözləyirdik ki, nə desəm ola bilər də. Mən qardaşlarımı da
salamlayıram. Sizlərə böyük hörmətim var, sayğım var. Buradan çoxlu dostlarımız var. Saf, müqəddəs, təmiz. Yəni, bu şeiri deməmişdən öncə mən bir söz desəm, indi gedirik şəhidlər xiyabanına, şəhidlərin məzarını ziyarət eləməyə. Oradan adam ayrılmaq istəmir. Sanki adam gecə onların da yanında uzanıb yatsa, qorxmaz. Bu nədəndir? Ancaq bu birisi qəbristanlığa gedəndə adam istər-istəməz həyatdan keçirir. Çünki bunlar safdır, təmizdirlər, müqəddəsdirlər, ülvidirlər. Vətən yolunda qanlarını töküblər. Ancaq bu birisilərdə də Allaha qurban olum, nə bilim, günaha olan da var, olmayan da var. Ancaq bunlar saf müqəddəsdirlər. Mənim müharibə, elə bil ki, yoldaşım silahınla, mədə qələminlə çox şeirlərim var, vətənpərvərliyin yolunda. Həm öz elindən, obasından dərdə düşmüş kimi, həm də müharibə haqqında. Bunu analarımız, bacılarımız üçün deyəcəm. Mənimlə fəxr et ana. Hətta bir şəhid anası bunu mənə xahiş elədi ki, mənə oğlum üçün belə bir şey yaz, o ünvanlıdır. Bu başqasını yazdı. Mənimlə fəxr et ana. Üstümüzdən götürdük bu töhməti qınağı. Dünyaya bəyan oldu qələbənin sorağı. Düşmənin işğalından azad oldu torpağım. Şuşada dalgalanır üç rəngli al bayrağım. Sən mənimlə qürur duy, mənimlə fəxr et ana. Şəhid anası olmaq yazılıbmış alnına. Bayrağı yaxşı saxla, o bir təsəlli sana. O məndən sənə olan son hədiyyədir ana. İşğaldan azad oldu vətənimin torpağı. İndi rahatlıq tapar vətənin evladları. Ad günüm yaxınlaşır, gözləyirəm gəl ana. Gələndə gətirərsən, sən bir dəstə gül ana. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah yaşamlarını cənnət eləsin. Amin. İstəyirəm yenə də aşıq qızımıza söz verək. Dərgə Mərdanzadə gəl buraya. Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Sülabə xanımı mən ilk tanıyanda, mən ona eşq şairəm deyirdim. Sonralar başa düşdüm ki, Sülabə xanımın eşqi vətən eşqidir. Böyük bir vətən sevgisi. Artıq bütün sözlər deyilib, hamı şəhidlərimiz haqqında, qazilərimiz haqqında müəyyən fikirlərini bildirib. Bircə xahişim olar ki, şəhidlərimizi heç vaxt bölməyək. Çünki 92-ci ildə də şəhid olanlar bu vətən üçün şəhid olacaq. Yox, ümumən deyirəm də, yəni həmişə 92-də də şəhiddir, 92-də şəhid olanda Qarabağ üçün olursunuz, siz də Qarabağ üçün döyüşmüsünüz, düzdürmü? Aprel döyüşlərində də şəhid olan 20 yanvar şəhidlərinin ümumiyyətcə tarixdə misli görünməyən bir, yəni Xocalıya bərabərdir və son 2020, inşallah bu 2020 ilə də son olsun. Çünki mən saçı ağarmış analar, yetim qalmış balalar, ailəsi bitirmiş gəlinləri görmək istəmirəm. Daha bir müəlləfə söz verirəm. Fəza İsmailov. Çox sağ olun. Mən də burada hamı şeir dedi, mən şeir deməyəcəm, ancaq şəhid anaları bilin ki, bütün şəhid balaları hamısı bunlarlardır. Mən dedi ki, övqat var, ikisi de oğlandır, əskər gedir. Siz şəhidiniz mən çəkmişəm. Yəni, bir başa düşürəm sizi. Elə fikirləşmə ki, bir dənə sizin var. O balalar hamımızın var. Allah bütün şəhidlərimizə, istər o birinci Qarabağ olsun, ikinci olsun, fərq eləməz. Bütün yaralar hamımıza deyil. Yəni, o yaralar hamımızın içindən keçir. Hamımızın ürəyimiz yaralıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Çox xeyirli sözlər dediniz, çox sağ olun. Daha bir müəllif Mehri Səfərli. Teşekkür ederim, çok sağ olun. Ben de şehit ailelerin, analarını karşısına baş eğilim. Allah sizi səbir versin, şəhidlərə rəhmət eləsin, Allah dünyalarını versin. Qazilərimizə də can sağlığı arzulayıram. Mən düzdür, o torpaqlardan deyiləm, Qarabağlı deyiləm. Ancaq ki, ilə sizinlə beraber mən də Qarabağlı olmuşam, artıq Bərvanə xanım
bizi sağ olsun Şuşanı, Laçını, Xan kəndini gəzdirib. O şəhidlərimizin qram-qram aldığı torpaqları biz də görmüşük. Hansı daha orada şəhidin necə dostunu apardığını ziyarət eləmişik, hamısını gəzmişik. Mən də bir balaca misal şey demək istəyirəm. Mənim şəhid qardaşım. Hər bir oğul bir igid, hər bir oğul qəhrəman. Geriyə dönmədiniz yolumuzdan heç zaman. Söylədiniz vətənə canımız sənə qurban. İndi düşmən yanında ucadır mənim başım. Cənnətində rahat yat mənim şəhid qardaşım. Dastanlara dönüb indi sizin adınız. Vətən olub, yurd olub hər bir zaman andınız. Üç rəngli bayrağımı göylərə ucatdınız. Məzarınız önündə indi axır göz yaşım. Cənnətində rahat yat mənim şəhid qardaşım. Cənnətində rahat yat mənim şəhid qardaşım. Çox sağ olun Mehri xanım, təşəkkür edirəm. Bizim dəyərli Nazgilə xanım da buradadır. Nazgilə xanım, ürək sözünüzü deyin. Mən də tədbir iştirakçılarını salamlayıram. Hər bir kəsə xoş gəlmisiniz deyirəm. Təbii ki, şəhidlər bizim başımızın tacıdır. Hər zaman fəxr yerimizdir, qürur yerimizdir. Mən baxıram ki, hər bir danışan, çıxış edən kövrəlir. Amma məncə şəhidlərimiz haqqında danışanda daha da fəxrlə, daha da sevincli, qürurlu danışmaq lazımdır. Çünki onların da ruhu hər zaman şad olsun. Ki biz onları sevinclə, yaxşı yada salırıq, xatırlayırıq. Ümumiyyətcə şəhidlər yaddan çıxmır. Və vallahi şəhidlər haqqında o qədər gözəl sözlər demək olar, şeirlər yazmaq olar. Onların şənindən hər cür xoş sözlər, hər cür xoş şeirlər yaraşır. Mənim bugün təklifimi qəbul edib, bura gələn şəhid vadisi Kəmalə xanıma, qazimiz Nadir bəyə, Nadir bəy həm qazimizdir, həm də bizim həmkarımızdır, şair dostumuzdur, şair balamızdır. Sağ olun. Həsəl ona da söz verirlər, təbii ki. Hər bir kəsə təşəkkür edirəm. Və Şirvan evindən olan Bağırov Fuad, Şirvan şəhərindən olan şəhidimiz Bağırov Fuadın şəhərinə yazdığım bir gözəl, qəhrəmanlarına yazdığım bir şeiri səsləndirmək istəyirəm. Düzdür, yenə də deyirəm, biz nə qədər yaxşı şeirdir, yaxşıdır desək də onların qəhrəmanlığın yanında bu cüzi bir şeydir. Şirvan elimizin sadə bir oğlu, düşməni sındırdı, qəhrəman oldu. Rəhmətli dillərdə çoxludur, boldur, qızıl hərflərlə yazılsın bu ad. Unudulmaz heç vaxt, Bağırov Fuad. Tək gücü qüvvəti sanki bir ordu. O hədsiz sevirdi vətəni, yurdu. Torpağı ana tək sevdi, qorudu. Döyüşdü, torpağı eylədi azad. Unudulmaz heç vaxt, Bağırov Fuad. İki gül balanın atası idi. Arzu istəyinə çatası idi. Sevinci sevincə qatası idi, ürəyində qaldı bu arzu, murad. Unudulmaz heç vaxt, Bağırov Fuad. Ay ana, qəm yemə, dik tut başına. Sən hər il qeyd elə onun yaşını. Torpağa vermisən təkcə nəşini, ruhu göylərdədir, açıb qol qanad. Unudulmaz heç vaxt, Bağırov Fuad. Cənnət mələyi idi, o uçdu getdi. Şəhid dostlarına qovuşdu, getdi. Ölümlə adını müqəddəs etdi. Sevir indi onu həm doğma, həm yad. Unudulmaz heç vaxt Bağırov Fuad. Mənə elə gəlir ki, bu təkcə Bağırov Fuada yox, elə ümumiyyətcə bütün Fuadlara, bütün Fuadlara. Süsen xanım, buyurun. Sizinlə. Xahiş edirəm biraz qısa danışaq ki, hamı danışabilsin. Çok sağ olun. Böyle bir güzel iş gördük. Ben de öz növbəmdə şəhid anaların qarşısında baş əyirəm. Qazilərimizin qarşısında baş əyirəm. Allah Teala qazilərimizə can sağlığı, şəhidlərimizə qəmlər rəhmət eləsin. Bizim şəhidlər xiyabanının ilk fundamentini qoyan mən 20 yana şəhidlərdən deyəzəm. Allah cəmi şəhidlərin rəhmət eləsin. Qısa danışdım. Qarlı qış gecəsi qaraldı dünya. Bakının başına yağdı mərmilər. Qətrə yetirildi həmin gecədə yüzlərlə cavanlar, dilsiz körpələr. Neçə il keçibdir həmin o andan, inan ki, heç zaman çıxmaz yadımdan.
Hər kəs çıxararsa o anı yaddan, onda zərrə qədər yox desin vicdandır. Başını uca tut, uca ey vətən, düşmən qarşısında qəddini əymə. Uğrunda hər zaman olsa can verən, heç zaman basılmaz bu ana vətən. Bir kərəm yüksələn yüksəkli bayraq, daim yüksəklərdən dalğalanacaq. Düşmənin o mənfur bağını yarıb yenidən ana torpağımız, dədə-baba yurdumuz qərbi Azərbaycanda dalğalanacaq. Çox sağ olun. Hüseyn xanım. Vətən müharibəsinin iştirakçısı. Sağ olun. Hər kəs salamlayıram. Kitabda da şeiri gedir. Bizim də gücümüz nəyə çatırsa, şəhərlər haqqında yazın bir şey səsəlməsin. Vətən torpağısan, vətəndaşsan, tarixin silinməz qan yaddaşısan, elimin qeyrətli vətəndaşsan, elimin obamın əl igid oğlu, qeyrətinə qurban, ey vətən oğlu. Torpağım su isti sənin qanından, sən haqqını aldın haqq dərgahından, Qurana and istin, keçdin canından, xalqımın ey şəhid şərəfli oğlu, qeyrətinə qurban, ey vətən oğlu. Qoy çox sevilməsin yağı düşmənlər, yurdumda böyüyür neçə oğul ər, qisasın alarıq, çalarıq zəfər, alarıq qanına, qan vətən oğlu, nigaranlar sən, can vətən oğlu. Şəhid sən ölmədin, sağsan, dirisən, müqəddəs varlığın sən də birisən, göylərə çəkildin, göyün sirrisən, Peyğəmbər nuruna, bax vətən oğlu, yerin cənnət olsun, yat vətən oğlu, yerin cənnət olsun, yat vətən oğlu. Ahmet şəhidlərinə bu ərəfədə yazmışsın. Allah hər günlər rəhmət eləsin. Mən də bir müharibə qeytan anasıyam. Mən də o anı yaşamışam, onu dadmışam. Allah bundan sonra zamanında sağ İndi çox istəyərdim ki, biraz hamımızın ruhunu açan bir mahnı olsun bizim qızımız. Necə deyərlər, səması günəşli bir məkandayam, dəryası dumduru bir limandayam. Elə bil cənnətin qucağındayam, elə bil cənnətin qucağındayam. Bir ömür baharım Azərbaycandır, gözəllik diyarım Azərbaycandır. Bir şey mahnı oxu biraz bizim ruhumuzu güldürəsin.
Siz icazə verirsiniz, mən bir kəlmə söz deyəm. Buyurun. Yəni sizin bu məclisin olmasına istifadə edərək mən sizin təşkilata, belə dəyərli xanımlarımıza, bizim Mədəniyyət Departamenti rəhbəri də buradadır. Elmira xanım məsələn elə hamınız bilməyəndə bilsin ki, bizim təşkilatın Mədəniyyət Departamenti rəhbəridir. Sən istədiyiniz an, istədiyiniz vaxt, istədiyiniz vaxt qazi və şəhid ailələri ilə bağlı, milli məsələlərlə bağlı bu ofis sizə qurbandır. Soruşmadan elədir. Yəni yığışma yeriniz, tədbir keçirilməsi, beşməkanı düşünmədən ki, mən o haçarımız var, mən haçar qoymuşam o şeyin altına. Zaten özümüz geldi yani. Haçar da üstündədir. Orada çayı, kofesi filanı, beşməkanı, hər şey. Yəni, gerçekten düşünməyəsiz ki, yəni bunun icazə almalıdır. Bu milli məsələdir, bu bizim hamımızın da canımız o. Birinci o bayrağa qurbandı, ikinci də ki, hədəfimiz də o bayraq. Onu unutmayalım. Allah korusun inşallah. Yəni istədiyiniz vaxt. Hörmətli dayanacaq qərib Azərbaycan. Şairələr var. Validə xanım Cəbrayıllı. Düzdür, şeir yoxdur deyəsən kitabda. Xətrimə deyil, mən idim. Hamını salamlayıram, özünü yenə sizin kimi sazlı sözlü insanlar arasında hissettiğime göre çok sevinirim, gurur duyuram. Elbette indi kitabın adı Əsgərimə Heykəl Qoyun. Elə həqiqətən əsgərlərimizin elə hərəsi bir heykəldir. Allah dünya şəhid olanlara rəhmət eləsin, qazilərimizə şəfa versin, Azərbaycan əsgərlərini də qorusun. Mən Natiq deməli Ağdamda Qarabağ Şairləri dəstəsində vuruşaraq ölməyən, ölməzlik qazanan Natiq haqqında bir şeir yazmışam. Buyurun, səslərdən, icazənizlə. Müharibə, müharibə amansız, çoxlarını məcbur etdin savaşa. Necə qəlbi qoydun arzu gümansız, neçə qəlbi qoydun arzu gümansız, nə ömrə acıdın, nə də ki yaşar.
Qaldı pəncənaqda vətən torpağı, quduz itə döndü ermənin yağı. Ox kimi düşmənin gözünə girən, oğullar qorudu yurdu, bayrağı. Belə bayraq sevər oğuldan biri, Ağdamdakı Qarabağ şahinləri, dəstəsində vuruşaraq ölməyən, qəhrəman natiqim diridir, diri. Bəli, əbədiyyət qazanaraq sən, Xan kəndində çoxdan nəhəng heykəlsən. Foto nələr demir, nələr söyləmir, Zəfər təməlini qoyan ilk əlsən. Bircə foto ilə tanındı natiq, əlində tutaraq bayraq aparır. Görürük bayrağa vətənə sadiq, oğulları düşmən bağrı qoparır. Sən əsir düşmədin, tələyə düşdün. Cəsur şahin kimi cələyə düşdün. Çox pərt etdiyin üçün erməniləri, qeyd olub o gündən hiyliyə düşdün. Tanrı şükür vətənimiz qalmadı darda, bayrağımız dalğalanır gör haralarda. Qorxu yoxdur daha heç bir düşməndən, namus var, qeyrət var mərd balalarda. Şəhidlərdir vətənimizə dayaq, qazilər verdilər ona göz ayaq. Əskərlər yatmayır gecə və gündüz, güdüklə üstündə dururlar sayaq. Yəni bu şeydə mən şəhidlərin də adını çəkdim, qazilərimizin də, əskərlərimizin də. Allah əskərlərimizi qorusun. Sizə də təşəkkür edirik. Daha bir şairəmizə həm də Aşıq Bəli Məclisinin rəyasət heyətinin sədri Elmira Dərələyəzi buyursun. Buyur. Mən də hər birinizi salamlayıram. Natiqə. Hər birinizə xoş gördük deyirəm. Çox şükür ki, bu uzun aradan sonra bu gözəl bir şərəfli ləyaqətdir. Xahiş edirəm orada sakitliyə. Açılış gedir xanımlar. Kitabımızın təqdimatı axırışı oldu. Çox şükür buna. Bunun içində diaspora sədri İsmail müəllimə çox təşəkkür edirəm ki, bu ocağı bizim yüzümüzə açdı. Deyirlər, şəhid ölmür, onlar sağdır, yaşayır. Azadlığa gedən yol şəhidlikdən başlayır. Şəhid analarının qarşısında ilk növbədə baş əyirəm. Qazilərimizə can sağlıq deyirəm. Siz, düzdür, nə qədər yazsaq da, nə qədər desək də, yəni bu onların yanında çox az qalır. Onlar bu vətən üçün elə bir mükafat veriblər ki, bu vətənə elə bir tövbə veriblər ki, onun nə qiyməti var, nə var, heç nə ilə əvəz olunmaz. Onun üçün onları dünyaya gətirən anaların əllərindən öpürəm, onların qarşısında baş əyirəm. Yarım bədən, yarım candır qazilər, torpaq üstə axan qandır qazilər, ana kimi sevdiyi vətənini canından da əziz sandı qazilər. Müharibənin hər acısını daddılar, təsadüfdən bəlkə də sağ qaldılar. Şəhidlərdən qalan yadigardılar, dostlarından nigarandı qazilər. Vətən sevgisinə dönük çıxmayan, başını girləyib daldalanmayan, şan şöhrət güdməyən, var axtarmayan, sadəcə bir qəhrəmandı qazilər. Çoxunun həyatı acınacaqlıdır. Umduqları bir diqqətdir, qayğıdır, haqqı bilmək hamımızın haqqıdır. Müharibədən ərmağandır qazilər. Vətən dara düşdü, haya çatdılar. Nə qorxdular, nə də xain çıxdılar. Düşmənlərin bağrını çatlatdılar. Yazılmamış bir dastandır qazilər. Allah qazilərimizə can sağlığı. Qazilərimizi alqışlayır, qazilərimiz burada. Şəhidlər haqqında da çox yazmışıq hər birimizin. Yəni biz ön cəbhədə olduq. Biz də öz qələmimizlə sözümüzü demək istədik. Al bayrağı öpüb and içdi, o səni yox, vətəni seçdi. Vətənin yolunda canından keçdi, ağlama. Ağlama şəhid anası. Anan bu, balam bu elin balası, mələklər saxlayır yasa, ağlama. Onlar vətənin göz yaşı. Ən dəyərli vətəndaşı, göynəyir bağrımın başı, ağlama. Ağlamayın. Bir də siz
Qürur duyuruq biz sizlərlə. Siz də qürur duyun ki, vətənə, ölkəyə belə bir övladlar bəxş eləmisiniz. Çox sağ olun. İnşallah gələcək Azərbaycana. Sağ olun. Buyur oğlum, özünü təqdim edin. Mən Vətən müharibəsi iştirakçı, Vətən müharibəsi qazisi, şair. Şair demirəm, mən biraz zamanım, burası yazıram belə deyim, sağ olsunlar sizin kimi. Şair oldu. Şairin zamanı qocası oldu. İki kitabım çıxıb mənim, sonunda kitabımı keçən təqdimat keçirdim, Mərcilə xanım iştirak etmişdi. Nərman, dəyərli xalq şairimiz Nərman Həsənzadənin ön söz yazdığı. Adı qayıt gəlmənə, amma həm vətənpərvərlikdən, həm sevgidən belə qarışıq yazdığım kitabını inşallah qismət olar oxuyarsınız. Mən orada, belə deyim, bu indi tədbirə uyğun mənim yazdığım, Nərman müəllimin çox bəyəndiyi bir şeir var. Hətta onu Nərman müəllimin Arif Mehman dost tanıyanlar bəlkə olar. Onun o mahnısını da sağ olsun oxudu. Qazilər bilir şeirim var. Mənim belə deyim, həm bütün qaziləri, özümün imtihanında bütün vətən müharibəsi qazilərin iştirakçılarını yazmışam. Onu oxumaq istəyirəm. Torpağın hər qarışını, yağı, güllə yağışını, vətən torpaq savaşını ən yaxşı qazilər bilir. Bayraq qədrini bilməyi, qanıyla tərini silməyi, ölümə gedərkən gülməyi ən yaxşı qazilər bilir. Xalqın halına yanmağı, özünü günahkar sanmağı, ayaqsız dik dayanmağı ən yaxşı qazilər bilir. Hər zamanda öndə gedir. Vətən üçün nələr edir? Bir qarış üçün ölmək nədir? Ən yaxşı qazilər bilir. En güzel şiiri siz dediniz. Daha bir bizim Aşıq Əlməzin daha bir tanımına söz verdiği bir şiir seslendirsin. Gül Şirvanlı. Əvvəla ilk öncə hamınızı salamlayıram, şəhid analar. Qarşınızda baş əyirəm. Pərvanə xanım, çox sağ olun ki, gözəl tədbirləri təşkil edirsiniz və biz də iştirak edirik. Çox qürurla, belə gözəl məclislərdə. Polad azad görmədisə Şuşanı, qisas aldı, yerdə qalmadı qanı. Birləşdirmək üçün Azərbaycanı, düşmənin başını əzdi şəhidlər. Mübariz tək, yalqız girdi meydana. Mübariz tək, yalqız girdi meydana. Üz-üzə döyüşdü, mərdi mərdana. Xudayar səsi ilə dönüb dastana, nağıl tək dillərdə gəzdi şəhidlər. Adı Cəlallı idi qardaşım Əli, zəfərlə dönəndə döyüşdən geri. Verdilər ilhama sönməz məşəli, qartal tək səmada süzdü şəhidlər. Bütün şəhidlərin qarşısında başlayın. Aşıqlar Məclisinin dəyərli üzvü Pəri Rəncbərli buradadır. İstəyir yol görək sözlərini eşidək. Pəri xanım, buyur canım. Əvvəla bütün qonaqları salamlayıram. Xoş gördük hər birinizi. Şəhid anaların qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Deməli, mənim bu kitabda şeirim yoxdur. Amma gəlmişəm. Şeirləri olan hər bir şəhid... Fərqi nədir ki, Pəri xanım, sən məclisin üzvüsən, əzizim? Məclisin üzvüyəm, amma kitabda şeirim yoxdur da. Növbət dəfə olar. Mən yox idim ona. Hə, amma gəlmişəm da. Gəlmişəm bu insanları təbrik eləməyə. Hər birinizi təbrik edirəm. Uğurlarınız bol olsun. Hamımızın uğurlarımız daha doğrusu bol olsun. Gələcəkdə inşallah kitablar çıxanda mənim də kitabım orada şeirlər qeyd olunsun. Əlbəttə, çox sağ ol Pəri. Çok sağ olun Pəri xanım. Bizim daha iki üzvümüz oturup burada Nazilə xanım, Məlahət xanım. Ürək sözlərinizi, Nazilə xanım buyurun, Nazilə Şəmkirli. Sağ olun, təşəkkür ederim sizə. Mən şəhidlərə, nə bilim, vətənə aid şeirim var, amma sizə bir söz demək istəyirəm. Yəqin ki, Azərbaycanda ilə, biz Şəmkirdəyik, oğlan uşağı dünyaya gələndə deyirlər, nə oldu? Deyirlər, əskər oldu. Düşmən çəpəsi. Hə, əskər oldu. Elə deyirlər. Ona görə də mən də deyirəm ki, Azərbaycanda oğlan uşağı dünyaya gələndə əskər oldu deyərlər. Sevinərlər, gülərlər, bununla fəxr edərlər.
qurbanlar da kəsərlər. Aylar keçər, illər ötər. Bu uşaqlar böyüyər. Böyüyüb əskər gedərlər. Vətənə xidmət edərlər. Vətənin dar günündə onlar gedərlər öndə. Qarda, boranda, çəndə onlar yatar səngərdə. Vətən üçün and içərlər. Şirin canlarından keçərlər. Bəzən şəhid, bəzən qazi olarlar. Əbədi tarix yazarlar. Vətənin igidləri, Azərbaycan əskərləri. Siz qoruyursunuz vətənimizi, bizləri. Allah da qorusun sizləri. Şəhidlərin qarşısında baş əyirik, analarına səbir diləyirik. Onlar tək sizin yox, bütün ana adını daşıyan anaların balalarıdır deyirik. Çox sağ olun Azizə xanım. Arabamızı aldıq, indi arzu edirik ki, Göyçəmizə, Zəngəzurumuza dönək, onun sevincini yaşayalım. Məlahət Göyçəli. Bizə sözlər ödəsin. Teşekkür ederim. Sağ olun. Söz verdiğiniz için hamınızı salamlayıram. Şəhidlər analarının qarşısında baş əydim. Allah qazilərimizə can sağlığı versin. Şəhidlərimizə rəhmət eləsin. Məhəmməd xanım, çox sağ ol əzizim. Az vaxtda Aşıqlar Məclisinə qoşulsan da, ürəyin də, özün də həmişə bizimləsən. Təşəkkür ederim. Onu saxlayan Allah qoysa, İrəvanda duvarı
Aşıqlar Məclisi İrəvanda, Borçalıda, Dərbəndə, Zəngəzurda keçəcək və bunlar bizim öz torpaqlarımız olaraq xarici pasportsuz. Yəni Borçalıya da xarici pasportla gedək. Niyə Dərbəndə xarici pasportla gedək? Təbriz onsuz da bizimdir. Artıq az qaldı. Yəqin ki, Əzizlərim, Aşıqlar Məclisinin bax belə 12 kitabı çıxıb, 12 toplu çıxarmışıq. Mən rəhbərlik edəməm bu yana. Südaba xanımdan Müslüman bu ən başında duran şəhidlərimizə yazılan kitabdır və bunu biz özümüzün hər zaman öz rəhbərlərimizdə də latifləri başda saxlayırıq. Bu bizim üçün o kitabların hamısının başıdır. Dəfələrlə bildiyiniz kimi Aşıqlar Məclisi işğaldan azad olmuş torpaqlarda olub, Xan kəndində, Laçında, Şuşada dəfələrlə olmuşuq və bu il arzumuz Kəlbəcərə və Cəbrailə gedək. Zəngəzura yaxın gələcəklər. Zəngəzurun yolu açılır, az qalır. Növbəti səfərimiz yenidən açılır. Gelelim beraber birlikte diasporayla beraber gidelim. İnşallah. Zəngəzur dəhlisi hazırlanır. Az qalır. Mənim əzizlərim, dəyərlilərim, məclisimiz çox gözəl keçdi. Bizim borcumuzdur vətən uğrunda canlı fəda edənlərin ruhu önündə baş əymək, analarına qayğı göstərmək, vətən oğullarının adını misqamızda, ürəyimizdə yaşatmaq, yaddaşlara yazmaq, gələcək nəsillər ötürmək. Var olun hamınız, burada yığılan hər birinizin ürəyi vətən eşqinlə döyünən adamlardır, döyünən insanlardır. Var olsun vətən. Amin. Ay könlümün şah sarayı, ay köfərim ləlim vətən. Gözəlliyi səndən alır, açılan hər gülüm vətən. Açarısan hər hikmətin, sonsuz olsun səadətin. Ürəyimdə məhəbbətin, səni deyir dilim vətən. Saçlarımı tutum dəstə, sərim hər gün yolum üstə. Südabədən qurban istə, dizim üstə gəlim vətən. Ay şöhrətim şanım vətən, eşq olsun vətənimizə. Könlü söz demək istəyən var. İndi bildik ki, burada bizim şəhid bacımız əyləşir. Xanım, buyur. Mən də hər birinizi salamlayıram. Nargilə xanımı tanıyıram. Dəvət edib tədbirə çox sağ olsun. Allah cəmşəhidlərimizə rəhmət eləsin. Mənim də qardaşım içində olmaqla. Amin. Can, Allah rəhmət eləsin. Mənim qardaşım itkindir. 1994-cü ildə Murov dağında itkin düşüb. Daha ağırdır. Allah sənə səbir versin. Hər gün gözləyirik. Hər gün elə bil ki, o acını təzədən yaşayırıq. Yəni o bitməyən bir acıdır. Can, ağırdır bilir. Allah səbir Çox ağırdır. Nacilə xanımın bir şeiri var. İcazənizlə onu oxuyum. Ayaq saxla dostum, bir anlıq dayan. Sadə insan deyil burada uyuyan. Qiyməti, dəyəri hədsizdir inan, adından bəllidir şəhid məqarı. İçindələr yatır, cəvahir yatır. Qanı polaq suyu torpağa qatır. Ziyarətə gələn savaba batır. Adından bəllidir şəhid məqarı. Gəzdim qəbristanı hüzün kədərlə. Tanışdım nə qədər igidlə, ərlə. Baxdım göz yaşıyla, həm də fəxrlə. Adından bəllidir şəhid məzarı. Göz yaşım gör neçə ildən bəridir. Səfər sevinci ilə durdu kilidi. Hər zaman an yeri, gülür yeridir. Adından bəllidir şəhid məzarı. Allah cəmşəhidlərimizə rəhmət eləsin. Şəhid ailələrinin həmişə yanında olan Nahid Dədəlanlı. Mənim qardaşımın haqqında mahnı klip yazıb çəkib, sağ olsun. Hər zaman yanımızdadır. Bütün şəhidlər hamımızın ürəyimizdədir. Şəhidlərin məzarı torpaqda deyil, hamının ürəyindədir.
Aşıq sonun biraz əhval-ruhiyyə ilə bitirək. Allah bizə hər zaman gözəl günlər qismət eləsin. Amin. Bu Zəngəzurumuza, Göyçəmizə, Dərələyəzimizə qayıdan orada belə tədbirlər keçirək. İstəyirəm ki, sonluğumuzu neçbin notlarla bitirək. Qızlarımızın hərəsindən bir şən mahnı istəyirəm. Həmin də üzr istəyirəm, mən sizə bir şey deyim. Mən təcrübələr olanda, həm döyüşçü kimi, həm komandir kimi, həm diaspora sədri kimi biz bugün köklənmişik dəmir yumruğa. Biz bugün köklənmişik iradəli olmağa. Elə şəhidlərin anasının, qazilərin anasının yanında biz elə ağlamaqlı kimi görsənsək də onları daha ruhdan salırıq. Əksinə, həqiqətlə belə. Əksinə, onlar bilməlidir ki, onların oğlu Qarabağın bir hissəsini azad edərsən şəhid olursa, bizim hədəfimiz böyük torpaqlardır və o vaxt onların ruhları daha gözəl şad olacaq ki, biz Zəngəzuru azad edəcəyik, biz Naxçıvana, oradan İqdira gedəcəyik, biz böyük torpaqlara, Göyçəyə, ondan sonra Dərələyəzə gedəcəyik. Necə cənab prezident deyib ki, ermənilər istəsə də, istəməsə də biz ora gedəcəyik. Ona görə də yaxşı əhval-ruhiyyə ilə, elə ən azından şəhidlərimizin, qazilərimizin xatirəsinə belə yaxşı şən əhval-ruhiyyə ilə məclisimizi davam edək. Ona görə də dedik ki, şəhidlərin ruhunu gürültülü alqışlarla yad edək. Gel zaman geçeyim, gel zaman
həyatından danışdı. Qeyd edeyim ki, 1992-ci ildə Fəridənin dayısı Natiq Quliyevdə itkin şəhidlərimizdəndir. Xocalı Ağdam uğruna gedən döyüşlərdə itkin düşübdür. Allah səbir versin. Kemal Kavlesi. Kemal bizim de Şemkir'de. Bu bağını davultu olacaq. Hamısı fonoqrammanın əsasları. Burada başqa bir imkan yoxdur da.
Şəmsə xanım, buyurun. Aziz pəri xanımlarım, gözəl pəriləri. Və mən də bu məclisə gələndən bəri həmişə sözlə köklənmişəm. Mənim burada tələbə yoldaşım var. Və o həmişə məni dəstəkləyib və bizim Aşıq Pərinin vurğunlarından biridir. Yeri gəlmişkən ona da mən öz təşəkkürümü, öz minnətdarlığımı bildirirəm. Şapalar mənim 6 il bir qrupda oxumuşuq və tələbəlikdən də məni həmişə dəstəkləyib. Ona görə də çox sağ ol deyirəm. Buyurun, Təşəkkür edirəm. İcazənizlə ona da bir söz verirəm. Çok sağ olun. Bizim iki güzel hanım eyleşip sonundan geldi. Çok istəyərdim ki sizin de ürək sözlərinizi eşitsin. Ha, düyündü siz oturdunuz onu göremedim. Onlardan benim uşaq vaxtımda folklorda daha sonra həmişə xalq ədəbiyyatı Ben Ömer'e bu Aşıklar Məclisində 80-cı illərdən bəri televiziyada izləyirdim. Amma canlı görmək tamam başqa bir şey. Ona görə məni ikinci dəfə də dəvət edib, bir dəfə Lanskatımı yubileyini dəvət edib və də içində kitabın təqdim etdim. 35 yıl sonra tanıtmışam sizə xanım. Ne güzel. Yarın bir iki dəfə görmüşəm, yaxından görməmişdim. Ona çox təşəkkür edirəm. Allah ondan razı olsun. Azərbaycan qadınlarının, Azərbaycan analarının qarşısında baş əyir, var olsunlar ki, onlar belə böyük gözəl için oğullar yetişdirir vətənin mühafizəsi üçün. Bundan da sonra yəqin ki, biz böyük Azərbaycan, niyə Ermənilər böyük Ermənistan, yaşayır, biz Azərbaycanda. Onlar yaşayır, amma biz Tarixi torpaqlarımız olurlar. Cənublar, şimala, şərqdən qərba bizim yerdə torpaqlarımız. Allah bizə nəsib eyləsin ki, biz o böyük torpaqlarımız. İnə belə də bizlə tez-tez olarsınız yəqin məclisdə. Bizim xanımlar əyləşib, ürək sözünü demək istəyən varsa, özünüzü təqdim edin. Adəmizəm Gedib Eydəmin. Çox xoş oldu həmşərinizi. Əslində əvvəllər televizordan izləyəcəm, sonra bir iki dəfə oldu ki, mənim sağ olsun, İdran sədrində gözəl insan bizi dəvətlər. Mən arzu edirəm, hər zaman yüzümüz gülsün, Azərbaycan xalqı bir vaxtda biz xalq heç vaxt heç kəsi incitməmişik. O yüzdən biz şəhid əllərlə tez görüşürük, belə xanımlar, şəhid xanımları çox mənim tanıyım. Mən uşaqlıqdan görərdim, atam rəhmətli həmişə o zaman atam məktəb direktörü olubdu. O zamandan həmişə belə məclislər təşkil olardı, uşaqlar olmayan belə keçdi mənim. Yəni bugün ki, əslində biraz da sevinici gündür. Bizim xalqa həmişə gülmək yaraşır. Hər zaman gülək, sevinək bir yerdə olar. Niyə də olmasın? Şəhid xanımlarına, Allahdan evlatlarınıza rəhmət diləyirəm. Yəni sizin evlatlarımız bizim evlatlarımızdır. Evlat ikisini demək çox şərtli şeydir. Analar büyük. Biz hamımız sizin qarşınızda başlayırıq. Allah sizin evlatlara, sizin bizim evlatlara rəhmət diləsin. Çox təşəkkür edirəm. Hər zaman deyin, gülüm. Bizlə bir yerdə olmaq. Gedək gəzmələrə, Şuşaya gedək. İşsiz gedirik. İnşallah mən sizə halqa nömrənizi götürəcəm. Çox sağ olun. Təşəkkür ederim. Demək istəyirsiniz məzlim, siz də öz ürək sözünüz. Mən ürək sözüm odur ki, Allah sizdən razı olsun. Həmişə belə gözəl səsləriniz gəlsin, şeirləriniz olsun, kitab təqdimatlarınız olsun. Allah köməyiniz olsun. Biz də bax edin. Bir daha hər birinizə təşəkkür ederim. Çox üzr istəyirəm. Bu xanım şəhid anası mənim qohumumda oldu. Amma bu xanımı mən birinci dəfə gördüm bugün. Ancaq bunun oğlu şəhid olanda mən Türkiyədəydim. Elmi xanım deyir ki, sən belə bir şey yazmaq lazımdır. Mən o şəhid olan gün yazmışım bu şeyi. Allah ki, can sağ olun. Amma bu xanımı mən bugün gördüm. Sağ olun. Hər biriniz sağ olun. Ürəyiniz var olsun. Analar. Bir daha hər birinizə təşəkkür edirəm. Var olun. Yaxşı ki, varsınız. Gəlin bir-birimizi alqışlayaq xanımı.
Stolun yanına. Ay Elmira xanım, o böyük İrəvan xanım bayrağını da çıxar, onu da bu tərəfə